Və bir də məsələ var. Bax, siz o deyirsiniz addımları da necə atar. Bəs onu siz necə təyin edirsiniz ki, bu necə gedir, necə atır addımları, o necə təyin olunur? Gündəlik həyat prinsipimizi nəzərə alırıq. Yəni hardan hara gedilməlidir? Bunlar elə bil ki, elə düşünün ki, masanın üstünə hər şeyi qoymuşam, yemək bişiririk. Bir də var ki, mən bu bişirəcəyimiz əşyaları qoyuram hərəsini bir tərəfdə. O sizin yəni bir yeməyi ortalığa çıxartmaq üçün bir var əlinizin altında olsun, hər şey istifadə eləyəsiniz. Bir də var ki, gedib birini oradan gətirəsiniz, birini buradan gətirəsiniz. Bu biraz insanda diskomfort yaradır da, yəni yorğunçuluğa səbəb olur. Burada da bölgüləndirmədir. Ev bölgüləndirməsi elə həyata keçirilir ki, onun gözəlliyi nəzərə alınması o qədər önəmli deyil. Nisbət bilirsiniz neçədir? 80% funksionallıq, 20% gözəllik. 50-50-yə də deyil, 60-ın 40-a da deyil. 80-in 20-yədir. 80% funksionallıq gözlənilməlidir. Rahatlıq gözlənilməlidir. O 20% cəmi sən orada gözəllik axtara bilərsən. Amma indi necədir? Onlar yerin dəyişiblər. Ona görə də mənzillərdə 100 kvadratı eləyirik 50 kvadrat. Bir arada həm də evə girsən elə bil boşluq istəyirsən, hüzuru yoxdur evin. Evə girən kimi o bölgüləndirmə doğru deyilsə, ora aid olmadığını hiss eləyir insan. Burada nəsə çatmır. Çatmır. Onu adını qoya bilmədiyin bir o nəsə çatmır söhbəti olur orada. Razıyam, mən onunla qarşılaşmışam ondan. Ya hol böyük olur və yaxud da ki, holda yerləşim doğru olmur. Baxırsan ki, evin hündürlüyü, qəşəng, işıqlandırması normal. Amma nəsə çatmır, nəsə yerində deyil. Bax, o nəsə elə odur. Təməl proseslərdən biridir. Funksionallıq yoxdur.